Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugünkü videomuz gazlarla bağlı olacak. Yani bütün gazlarımızı göstereceğim ve yeni gazlarımız var. Onları göstereceğim. Geçen defa 8000 abone olmanızla bağlı shorts videosu çekmiştim. Orada kısa göstermiştim ki yeni gazlar var. Hardan gelibler, necə gelibler. Yani yaxud ki hardan almışıq. İndi o videonun sonunda göreceğiz tabii ki onu. Onu sizlere danışacaqdım. Ümumiyyətlə qazlarımızın da hamısını gösterəcəkdim. Neçə günlük olduqlarım və nə yedikləri barədə də məlumat verəcəm. Videomuza başlamadan önce çok xahiş ederim. Eğer kanalımıza abone değilsizsə, kənd həyatının heyvandarla bağlı videolar sevirsizsə, zəhmət olmasa kanalımıza abone olun. Videonun da gecikmə səbəbi biraz problemlerim var. Başım çok qarışıqdır. Onları həll etməyə çalışıram. Ona göre video çəkə bilməmişdim. Keçək videomuza. Bilirsiniz ki dostlar, bu 15 dənə qazı ən axırıncı almışıq. O ağ qazlar var, Linda olanlarda. Bunları da ondan önce almışdıq. Bunlar da Kuban deyir, Kuban dedilər, gah Çin dedilər, gah Kuban dedilər. Satın adam da heç bilmirdi nədir. İndi böyüyəndə biləcək tam olarak bunlar Çin qazıdır, yoxsa Kuban qazlardır. İndi onu böyüyəndə başa düşəcək də. Onu da sizlərə sonra necə başa düşmək olur, onu izah edərəm. Bu 15 dənə Linda gazlarımıza, en sonuncu aldıklarımıza kendi nömrə 1'ye mi veririm? İlk önce onunla danışım. 13 günlüydülər. Bu günləri ya 14. günlərdi ya da 13. günlərdi. Tam olarak yadımda değil. 14. günlərdi bu günləri. Bu günləri 14. günlərdi. Dediyim kimi kendi nömrə 1'ye mi veririm? Hələ ki ondan yeyirlər. Vəziyyətləri yaxşıdır, şükür Allaha. Bunlara gələndən bu tərəfə cəmi bircə dəfə gəldikləri gün orada almışdıq deyə düşündüm ki, birdən də qarınları falan ağrıyır. İlk gəldikləri gün onlara bir dənə şey verdim. Oksitetraskirini su vermişəm. Başqa onlara ümumiyyətlə bir dərman verməmişəm. Bu qazlarımız maşallah mənim daha çox xoşuma gəlir, qara qazlarımız. Həm də altları düzdür, qaz kökü olanda belə salxıq olur altları onsuz. Altlarda salxırdı. Bunun da birinin ayağı tutulmuştu. Onu qoyub obasına keçirəm. Onun da birinin ayağı tutulmuştu. Onun da ayağı açıldı bu arada. Onu da sizlərə qeyd edeyim. Düzəldi. O da şükür Allah'a ki o 100% ki böyük qazlarımız döyüb əzmişdi. İndi sağaldıqca qalxdı ayağa da yaxşıdır. Prosta indi bir miqdar digərlərinin arıqdı o qazda. Bir miqdar digərlərinin arıqdı. O da önemli bir şey değil. Kısacası bunlara biraz fikirləyəm deyin, nəyə danışacağımı da heç bilmirəm. Bunlara başlanğıc kənd 1 nömrə yem verirəm. Bunlara artıq kənd 2 verirəm. Yəni bu 20 günlük. Bu qazlarımızda neçə günlük olduğunu deyim. Bu qazlarımızda deməli 20 günlük değil, hatta 21 günlükdülər bunlarda. Bu qazlarımızda 21 günlükdülər. Bunlara da artıq keçmişəm. O düyü kimi yem var o kənd 2 gedir də. O keçmişəm ona kənd 2 nömrəyə keçmişəm də belə demək lazımdır. Başlanğıc olur, 1 nömrə olur, 2 nömrəyə keçmişəm artıq bunlarda. Yəni bütün yem markalarında eyni olur da. Yəni başlanğıc nömrə 1, nömrə 2. Yəni başlanğıcı verirsiniz, başlanğıcdan sonra nömrə 1, sonra da nömrə 2 verirsiniz. Artıq normalda bunların yemlərinə şey də qata bilərsiniz. Buğda da qata bilərsiniz. Çünki mən hər zaman saxlayanda 20 günlük artıq qazın yeminə buğda da qatırdım. Yəni rahatlıqla da yeyirlər. Heç bir problem yoxdur. Sadəcə mən bunlardan biraz damazlıq filan saxlayacağım deyə istəyirəm ki, biraz yesinlər. Yəni köklüklərin də bu altlarından görə bilərsiniz. Maşallah görürsünüz altları necə salxıqdır. Məsələn onu görüm odaqlayacaq. Görürsünüz altları necə salxıqdır qazları. Belə. Demək, bunlara yəni bütün yem markalarında eyni olur. Başlanğıc nömrə 1, nömrə 2 veririm artıq bunlara. Normalda onu deyirdim ki, mən bunlara 20 gün olanda, mən ümumiyyətlə qaz balası saxlayanda 20 gün olanda onların yemlərinə buğda da qatırdım yavaş-yavaş, amma bunları hələ qatmamışam ki, biraz daha yaxşı inkişaf eləsinlər. Amma böyük qazlarımızı keçən danışacağım. Onlar o ki, buğda qatmağa başlamışam. Bunların vəziyyətlərində bir şey yoxdur. Yəni bunlara göstərəcək bir şeyim də yoxdur. Bu bağçamız biçilib, təzə otlar da çıxır. Bu günləri yenə saat 2'ye yağış deyib, 1-2 gündə artıq yenə gah gecə yağış yağır, gah səhər yağış yağır. Bugün günortadan sonraya da yıldırımlı bir şəkildə yağış deyib. Ona görə bunları çox uzatmıram.
Hər şeyi buraxdım çörəki, elə qoy biraz gəzsinlər tez bazar. Həm də sizə video çəkim atım. Nə vaxtdandır çəkmirəm bu videonu, elə axşama sizlər üçün yükləyəcəm. Bunların vəziyyəti budur. Yəni bütün günü həyətdə belə otlayırlar. Qazdakı bilirsiniz də, yəni heyvan kimi bir şeydir, inək kimi bir şeydir. Az başın bıraq otlasın. Yəni normalda belə deyim də sizə, vallah billah deyirəm, 1-2 aydan sonra artıq bunlara yem verməsəz də tək otla da saxlaya bilərsiniz. Amma təbii ki, yaxşı inkişaf eləməyini istəyirsə, yaxşı olmağını istəyirsinizsə, yem mütləqdir deyə düşünürəm. 21 günlük qara qazlardır. Yəni Kuban dedilər, gah Çin dedilər. İndi bilmirəm, Çindir, Kuban'da onu böyüyəndə tam olaraq biləcəyik. Çox güman ki, Kuban'da Çinə də oxşayır, bilmirəm. Onu böyüyəndə tam olaraq bilmək olur da. Bunlardakı lində qazlardır. Bunlar heç, bunlar dəqiqdir. Keçək o biri qazlarımızı göstərim. Hə, dostlar, bunlar da bizim o biri qazlarımız. Bu 9 dənə qaz bilirsiniz ki, ilk aldığımız qazlardır. Bunların neçə günlük olduğun tam olarak yadımda değil. Hardasa 36 yaxud 35-36 günlükləri və yaxud maksimum 37 günlüklər olmalıdır. Kanalımda ilk videolar vardı. Yəni qaz aldıq deyə video çəkmişəm 9 ədəd. Ona daxil olub baxsınız, oradan tam aydınlığı ilə görə bilərsiniz. Amma mən bir dəfə baxmadım ki, tam olarak neçə günlüklərdir. Hardasa hədə deyim sizə 36 günlük olmalıdırlar. Təxmini deyirəm sizə 36 günlük olmalıdırlar. Bunlar belədirlər. Yəni son vəziyyətləri budur. Qazlar çox tez inkişaf edir, onu da deyim sizlərə. Bir Pekin ördəklərdir, bir də qazlardır. Çox tez inkişaf edir də. Yəni 2 ayda demək olar tam tükləri zadını çıxardıb yetkin boylarına demək olar ki, çatırlar. Bunların bu son vəziyyətlərdir. Bunlara nə verirəm? Bunlara da kəndiki yem verdim uzun müddətdir. Artıq dünən axşamdan bunların yemlərinə buğda qatmağa başlamışam. Buğdanı da yeyirlər, yaxşı da yeyirlər. Hal-hazırda elə bir kəndiki ilə, yəni hansı ki o düyü kimi yem olan var. İndi siz hansı yem markasından verirsiniz, verin də fərqi yoxdur. Mən daha çox ağdaş, imişli işlədirəm, amma yəni zarat yem də işlətmişəm. Sonra hansı yemləri idi? Yəni bir çox yem markasından işlətmişəm. Əslində belə gedəndə yem markası seçmirəm. Hansından olsa alıb gətirirəm. Amma ağdaşla imişli bir tık daha hamısından yaxşıdır deyə düşünürəm. İşlətdiklərim arasında təbii ki, işlətmədiklərim də var. Tam olaraq deyə bilmərəm. Bunların son vəziyyətidir. Baxın, belədirlər. Dediyim kimi, bu dünəndən artıq buğda ilə nömrə 2 yemi qarışdırmaya başlamışam. Hansı ki o düyü kimi olan var, xırda spiska çöpü qalınlığında olan. Onu verməyə başlamışam. Artıq bir neçə günə tamamilə buğdaya keçəcəm. Çünki yemlər də bahadır, çatdıra bilmirəm. Ona görə tamamilə buğdaya keçmək niyyətindəyəm. İndi gələk əsas məsələyə, bu 7 dənə qaz hardan gəlib? Demək dostlar, ayın ya 3'ü idi, ya 4'ü idi, ya da 5'i idi. Tam olarak yadımda değil, amma çox güman ki 4'ü olmalıdır. Mən təbii ki dəfələrlə demişəm, mən gecələr işimə görə gec yatıram deyə, saat 3'də 4'də yatıram deyə, səhərlərdə çox gec oyanıram. Çox gec dediyim, yəni ən azından 10-11 arası oyanıram da. Səhərlər anam baxır, həmin günü atam da oyanılmış. Anam düzələrə baxanda atam keçib bağa tərəf, yəni bu yerə tərəf, bağ deməyim, bura boşluq olan, onda da bura təmiz otluq idi, hündür otlar idi. Bir videosunu göstərmişəm. Həmin o dam tərəfimizin arxası var. Orada görüb ki 7 dənə qaz. Bəs axşamdan orada qalıblar, çünki otu əzib yatıblar tamamilə orada. Yəqin ki hava qaralığına yaxından çıxıblar. Sadəcə mən görməmişəm, çünki o tərəfə ümumiyyətlə keçmirəm axşamüstü. O tərəfə keçməmişəm və görməmişəm. Görüb 7 dənə qaz. Təbii ki biz o dəqiqə WhatsApp statımızda yazdıq. Çünki düşündük ki kənddən kimindirsə, əslində yəni yaxın qonşularımızın və yaxud da ki gölün qırağından kimisə olanda biz gölün qırağında kimlər yaşayır, həm nömrələrini bilirik, həm də kimin qaz saxlayıb, kimi saxlamadığını da bilirik ki, məsəl üçün o gölün qırağında kimlərdə qaz var, kimlərdə yoxdur. Qabaqları çox adam da vardı, indi 1-2 nəfərdə qaldı, 2 nəfərdə qalıb gölün qırağında yaşayan insanlarda 2 nəfərdə cəmi qaz qalıb. Ona görə kimin qazı var, kimi yoxdur bilirik. Yəni onların da olmadığını bilirik, çünki onların qazların balası yoxdur hələ, bu boydana deyil. Qısacası statusa yazdı atam WhatsApp sorusu, çünki ona həm kənddən, həm qonşu kəndlərdən kontaktında çox insan var və bir 200-300 nəfər statusuna baxırdı. Ən azından onun da bir 100-dən çoxu kətdəndir. Qoyduq ora, bir xəbər çıxmadı, heç kimin çıxmadı. Təbii ki biz də burada anam, nöbrüm qonşulara dedi, atam
kəndin çayxanasına gedəndə orada qeyd edib ki, bəs belə kənddən kiminsə qazları itibsə, məsələn bizə qaz gəlib. Amma təbii ki, nə sayın və nə rəngin quruluşunu deməmişik ki. Onlar da təbii ki, kənddə elə bir şey olmaz, amma onlar da yəni kimsə deyər ki, mənimdir, əslində normalda onun deyil. Ona görə heç kimə nə rəngi, nə də sayın demədik ki, bəs belə sadəcə qaz balaları gəlib, təxmini bir aylıq olarlar. Kimindirsə, yəni desin, sayın şeyin verək də bizdədir. Artıq bugün ayın 16-sıdır, yəni tam olaraq 10 gündən də çox keçib, yəni 11 gündür, 12 gündür artıq bunlar bizdədir və təəssüflər olsun ki, sahibi çıxmadı bunların. Deyirsiniz ki, hardan gəlib çıxıb bəs sizin həyətinizə? Demək bizim o gölümüzün, baxın orada görünən digər tərəf var, orada göl var, onun digər tərəfi qonşu kəndin ərazisinə düşür də, çox az hissəsi qonşu kəndin ərazisinə düşür. Həm o tərəfdən, həm bu tərəfdən gölün qırağından suvarma kanalları gedir. Bilirsiniz, bu son yağışlarla filan əlaqələrdə bütün elə düşünürəm ki, hər yerdə su kanallarında, suvarma kanallarında sular dolu gedir də. Ola bilər ki, bunlar qonşu kəndin ərazisindən və yaxud da ki, başqa kəndin ərazisindən o suvarma kanallarına düşüb, gəlib o böyük gölə düşüb, böyük gölündə bizim həyətimizə çıxa bilər. İndi deyirsiniz ki, Ayxan, nə oldu? Elə itən şeyin hamısı gəlib sizin həyətinizə çıxır, göldən itən şeyləri. Çünki göllə birə-bir həyat sərhəddə olan bizim həyətimizdir. Geri qalan sadəcə bir adamın həyəti var, o da 10-15 metrədir. Bizim həyətimiz və hardasa göllə sərhədimiz 120-130 metrədir. O başa-baş 120-130 metrədir. Ona görə göldə itən və yaxud da ki, nəsə olanda ilk bizim həyətimizə çıxır. Həyətimizdə daim yaşıllıq və göy olduğu üçün ona görə elə bil qaz itirsə bizim həyətimizə çıxır. Çünki otu görür, sərhəd böyüdür, otu da görür, çıxır. Ördək itirsə yenə bizim həmişə daim ördəyimiz olub, ya səsli və yaxud da ki, lal ördəyimiz. Ona görə ya bizim həyətimizə çıxıb. Yəni qısacası belə şeylər itəndə ya bizim heyvanlarımıza qoşulub çıxır, ya da ki, həyətimizlə gölün sərhəddə uzun yerdir deyə ona görə yenə bizim həyətimizə çıxır. Bunların neçə günlük olduğunu düşünürsünüzsə, hardasa bunların təxmini 31, 32, 33 gün və yaxud da ki 30 gün olduğunu düşünürəm. Çünki bizim o böyük qazlarımızdan, yəni 7 dənə orada yatıblar indi hal-hazırda. O 9 dənə qazımızdan gələndə gördüm ki, hardasa bir 4-5 gün balacadılar. Cüssü olaraq çox balacadılar. O heç, çünki onlar cinsdir, bunlar yerli qazlardır. Onu deyim ki, yerli qazdır bunlar. Amma o tük çıxışlarından mən artıq təxmini neçə günlük olduqlarını bilirəm də. Gələndə də baxdım, yəni çox belə ad saxlanılmış heyvanlar deyildilər də. Həm ələ öyrənmiş heyvanlar da bilirsən ki, anasız saxlanılıb, yəni yetimdir bunlar, yetim saxlanılıb. Çünki insandan qorxmurlar. Anayla saxlanılan qaz balaları həmişə insandan hürkək olur. Yəni o mümkün deyil ki, hürkək olmasın. Bunlar bilirdin ki, kimsə bunları özü yedizdirib, əllə baxıb deyə insandan hürkmürlər. Ona görə bildim ki, yetim saxlanılan qazdır və pis də yedizdirilməmişlər. Yəni zəif yedizdirilsə, quşlar az arıq olsaydı, düşünərdim ki, məsələn günləri çoxdur, amma özləri inkişaf eləməyib, tükləri filan gec çıxıb, amma qanad tüklərinin çıxışından, inkişaflarından təxmini bilirəm ki, halasa bunlar da 30, 31, 32 günlük idilər təxmini bu aralarda da. Yoxdur ki, 29 maksimum. Yəni ondan artıq 29 olmazlar. Elə 30, 31, 32 təxmini bu günlüklərindədirlər. İndi hal-hazırdakı durumları təbii ki, gələndə daha balaca idi. Yəni biz artıq 11 gündür bunlara yem yedizdiririk. Hələ bunlara da dünəndən dən qatdım. Yoxsa bunlara da eyni o 7 dənə, 9 dənə qazım kimi baxırdım. Öz qazlarıma nə verirdimsə, bunlara da eynisindən verirdim. Bunlar da artıq böyüdüyünə görə bunlara da dünəndən yemlərinə buğda qatdım. Yerli qazın həqiqətən yeri bilinir. Çünki onlar da qazlayır normalda, amma məsələn buğdanı tökəndə bunlar tək buğdaya belə saldırdılar, amma onlar buğdaya yem qatmadan yemədilər də, başa düşdün, yemin içində yedilər, elə yedilər. Yoxsa bunlara birinci tək buğdanı tökdüm ki, görüm yeyirlər. Yəni bunlar vəhşi kimi cumdular da buğdaya. Çünki yerli qazdır. Yəni nə qədər deyəsiniz ki, qazda yox, amma yerli qazın fərqi mütləq şəkildə bilinir. İndi deyirsiniz ki, bundan sonra sahibi çıxacağım. Bundan sonra sahibinin çıxacağını düşünmürəm. Kəndidən də mənim kanalıma baxan da çoxdur. İndi 100% ki, buradan rənglərini falan görüb deyəcəklər, həm mənimdir. Zarafat edirdim, amma yəni ola bilər də. Ona görə yəni bundan sonra kimsə desədir ki, mənimdir, en azından bir şəkildən filan bir sübut təbii ki istəyəcək. Çünki heç kimə güvənmirəm. Özəlliklə mən heç kimə güvənmirəm.
Çəkmirdim, paylaşmırdım ki, sahibi çıxar verirəm, niyə göstərim ümumiyyətlə kanalımda. Amma artıq gördüm sahibi çıxmır və video çəkəndə istər-istəməz hansısa kadrımda bunlar düşəcəklər. Bir heyvanı göstərəndə mən arxa kadrımda digər heyvanlar da görünə bilir. Siz deyəcəksiniz ki, nədir? Ona görə açıqlamasını etmək istədim. Çox boş-boş danışdım, bilirəm. Çox uzun boş-boş danışdım. Nəysə, qısacası bunlar da budur. İndi sahibi çıxacaq, çıxmayacaq bilmirəm, amma çıxacağını da düşünmürəm artıq. 7 dənə belə kənd qazımızda oldu deyək. Yəni bilmirəm artıq sahibi çıxacaq, çıxmayacaq. Amma 11 gündə yedizdirəm də, yəqin ki sahibi çıxsa da 5-10 manat hörmət eləyər. Zarafat eləyirəm. Qısacası bunlar belə. Bunların da son durumu bu. Ümid edirəm hər şeyi izah elədim. Biraz çox uzun danışdım, fərqindəyəm, amma ətraflı şəkildə izah eləmək istədim ki, sonra hansısa bir anlaşılmazlıqlar olmasın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın. Like atıb abunə olmağı qətiyyən unutmayın. Dostunuzla, tanışınızla paylaşsanız çox sevinərəm.